Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Bugünkü videomda istedim sizlere sesar balalarımız ve hündüşka balalarımız hakkında danışım. Tabii ki bu sesarın yanındaki hündüşkalardan satmıştım. Kesendeki videoda demiştim ama burada üstünden tekrar bir keseceğim inşallah. Suda neyse terpendi elə bildim hündüşka düştü, özür sayın. Neyse dostlar, keçək videomuza. İlk önce bu sesarlarımızı danışım bitireyim. Çünkü bunun anası ürkəydi, bu saat çıxıb gedəcəklər. Ondan danışım sizlere. Demek sesarlarımızın son vəziyyəti budur. Maşallah sürətli şəkildə böyüyürlər. Sizlere bunların ilk çıxış videosunda, yani sesar balalarımız çıktı diye video çekmiştim. O videoda da dediğim kimi sesarlar həqiqətən çox sürətli şəkildə böyüyen heyvanlardır. Hem de təbiətdə maksimum derecede qidalanan heyvanlardır. Bakın bunları biraz ayaqlaşdılar, belə deyim də, ayaqlaşdılar. Buraxırsınız çölə, maksimum derecede özlərini çöldən o kadar güzel doyuzdururlar ki. Yani akşam səhər məsəl üçün yedizdirib buraxırsınız. İndi çox kəndlərdə hamı belə edirdi. Səhər yedizdirib buraxır, axşam gəlir təzə sarır yerinə yedizdirir. Səhər yedizdirib buraxırsınız, axşam gələndə artıq sesarlar tox şəkildə gəlirlər. Yəni deməyin ki, nə tapıb yeyirlər ki. Yəni o kadar güzel ot toxumudur, otdur, filandır, ne her şeyle de ne tapsalar ondan qarnından o kadar güzel şekilde doyuzdururlar diye. Bunlar ona göre zayıf yem veren insanın qapısında belə bu heyvanlar həmişə kök olurlar. Həyət yanı sahəsi genişdirsə, yiyəcəyi boldursa həmişə kök olurlar. Bizdə də bilirsiniz, cəmi bir dənə o qara deyim də bozçillilərdən var. Qara qalan hamısı ağdır. Deməli daim gidən 16 yumurta gətirmişdim. 12'si boş çıxmışdı, dölsüz çıxmışdı. 14'ü dolu çıxmışdı balaların. 11'in keçən dəfər sizə dedim, həyətimizdəki it boğub öldürmüşdü. Oynaya oynaya boğub öldürmüşdü. Yeməmişdi ama boğub öldürmüşdü. Geri qalanda o boz deyim də, qarantı sesarar deyim də, ondan qonşudan 5 yumurta almışdıq. 12'si yumurtanın içində əzli çıxmadı, yumurtanın qabığı nazik idi. Geri qalan 3 dənəsi çıxmışdı, onun da ikisi öldü. Həmin adam başka bir qohumlarına da belə sesar yumurtası verib, onda da həmçinin bir çoxu ölüb, çıxan sesarların bir çoxu ölüb. Yəqin ki, onun sesarında filan problem var ki, bizə yumurta verəndən bir neçə gün sonra ana sesarının biri də öldü, yəni onlar da. Yəqin ki, sesarında hansı xəstəlik filan olduğu üçün belə çıxmışdı. Onlardan da cəmi dediyim kimi 3 dənəsi çıxmışdı, onun da ikisi öldü, bir dənəsi qalıb içində. Geri qalanların vəziyyəti yaxşıdır. 5 dənə yanında cüce var. Onlar da artık özlerini tutublar, papladıblar. Yanında 8 dənə də hündüşka var idi. Onlar da bilirsiniz ki, keçən dəfə dediyim kimi ördəyə adam gəlmişdi almağa. Həyətdə gördü, xoşu gəldi, istədi. Onları da satdım. 9 manatdan verəcəydim. 1 manat aşağıdan, yəni 8 manatdan pulunu verdi. Zərəri yoxdur. Bu az değildi. Yəni ucuza verdi kimi sayılmasın. Deyəsən səhv eləmirəmsə o Çinin 5 dənəsi o hündüşkanın 2 dönüşü idi. Elə bil biri 5 dənəsi 10 gün böyük idi digər üçündən. Onların hardasa elə bir aylıq zad olardılar uşaqlar. 25 günlük, 20 günlük, bir aylıq təxmini o dönəmlərdə idi. Baxın görsünüz sesara, baxın kəpənəyi necə qovlamaq istəyir. Mən burada olmasaydı əmin olun ki, onu tutub yeyəcəkdi. O sesar hündüşkaları verdik. Aslında qalsaydı yaxşı olardı. Çünkü bilirsiniz ki, bu hündüşkalar, bunun yanında olan hündüşkalar o hündüşkalardan daha sürətli, daha yaxşı inkişaf edirdilər. Ama olsun, onunla qismətiymiş, o qardaşa qismətiymiş. Allah xeyrin versin. İnşallah bol bərəkət götürər. Onun yanında olan hündüşkalarımızda bəsimizin keçib olardığını sizə ətraflı şəkildə danışacağım. Bunların son vəziyyəti bu. Desəz nə yeyirlər? Bunlar kənd biri yeyirlər. Artıq kənd 2 də yemlərinə qarışdırmağa başlamışam. Çünki kənd biri məlimdə azdı. Yəni kənd bir dediğim başlangıçdan sonraki yemdi. Kənd 2 də dediyim 2 nömrə yemdi. O başlangıçdan sonrakindən də lap sonraki yemdi. Artıq bunlara nə olsa verirəm. Çünki problem yoxdur. Bunlar vəhşi şəkildə böyüyürlər, qəşəng böyüyürlər. Heç bir problemləri də yoxdur. Dərman da desəz nə verirsiniz? 1-2 dəfə inanın qarın ağrı vermişəm. Ondan sonra ümumiyyət heç nə verməmişəm. Çünki mən sesarlara elə də dərman vermirəm. Onlara elə də xəstəliyə tutulan heyvanlar deyil. Yani bunlar hakkında başka bir şey danışmağa bence ihtiyaç yoktu. Hatta onlara birazdan bir de gördünüz, ben buğdaya da keçdim. Yani biraz da paplasunlar bir necə deyim, bir 15-20 günde, ondan sonra qabaqlarını elə acıca buğda tökəcəm, yiyəcəklər. İndi gələk bu böyük hündüşkalarımıza, əsas hündüşkalarımıza. Bilirsiniz ki dostlar, bu hündüşkalarımız 28 ədəd çıxmışdı. Yəni opş 2 quşun altından 28 ədəd çıxmışdılar. Ama təəssüf ki, onları
yumurtadan zəif çıxmışdılar birincisi ilk növbədə. İkincisi də ki, hər şeydə yumurtadan zəif çıxmaqların üstünə də ata bilmərəm. Yəqin ki, mənim də saxlamamda hər hansı bir problem oldu. İlk gün ola bilər ki, mən onları soyuğa verdim. Çünki bunlar ilk çıxan günü mənim o qədər bir belə pis xəbər almışdım. Başa düşdünüz, mənim üçün problemli bir dönəmi idi. Bunlar ilk çıxan günləri, hətta bunların çıxış videosunu paylaşmışam. Hündüşka saxlamağın qızıl qaydaları adlı. Yəni o videodan da hiss edirsiniz ki, heç belə şeyim yoxdur, həvəsim yoxdur da, belə demək lazımsa. Ona görə ilk gün ola bilər ki, bunların yerində biraz problem oldu, soyuq oldu. O da ola bilər, amma yumurtadan da zəif çıxıları bəlli idi. Çünki zaten çıxışlarını da göstərdim ki, digər hündüşkanın çıxışlarını tam aydın sizə göstərdim ki, balalar necə zəif çıxır. Bu da erkək hündüşkamızdır, bu heç. Ona görə bunlardan deməli 28 ədəd çıxmışdı, 19 ədəd qaldı. Deməli 9 ədədin itirdik. Geri qalanları maşallah olsun ki, yaxşıdır. Yəni mən ömrümdə birinci dəfə idi ki, bizdə hündüşka yumurtadan çıxanda bu qədər itki verirdik. Bir dənə, iki dənə olurdu. Bu normal halda. Göbəyi açıq çıxan, zəif çıxan zat belə normal halda. Amma ilk dəfə idi ki, ilk çıxanda bu qədər itirirdik. Təbii ki, hündüşka ölümlərimiz bizim kəsmə qədər olurdu. Bu hündüşkalar biraz narin, zəif heyvanlardı. Xəstə ilə bağlı falan olurdu. Amma mən heç vaxt 2 ayına qədər hündüşkalarda bu qədər itki qətiyyən yaşamamışam. Çünki ilk çıxanda sizə o ilk çıxan videosunda da demişəm. İlk çıxanda mənim üçün hündüşkalara baxmaq belə su içmək kimi bir şeydir. Mənə ən asan gələn şey idi ki, körpə hündüşkaya baxmaq. Çünki həmişə yerini istəyirdim. Yemin dərmanı da əsig yerəmirdim. Bunlar sağlam şəkildə böyüyürdü. Bunlara nə lazımdır? Yeri isti olsun, altı təmiz olsun, yemi başlanğıc yemi olsun, suyu da qabağında olsun. Qutardı getdi. Ara bir də qarın ağrı verirdim ki, qarınları ağrımasın. Ona görə mən heç vaxt problem yaşamırdım. İndi oldu da qismət bu ildə belə alındı. Mən həmişə deyirəm, yəni mən də professional insan deyirəm. Sizin kimi fərdi təsərrüfatla məşğul olan insanım. Sadəcə burada azdan çoxdan təcrübələrimi bölüşürəm. Hətta təcrübələrimi bölüşürəm də deməyim. Saxladığım heyvanları paylaşıram da sizlər üçün. Bəlkə kimsədən nəsə öyrənər ki, mən də sizlərdən çox şey öyrənirəm. 9 ədədini itirdik. Hal-hazırda 19 ədəd sağlam hündüşkamız qalıb. Bunlar qalsa özümüzə kəsməyə, damazlığımıza, bir də mənim hər il bir 10 ilə 15 arası daimi müştərim vardı. 10 ilə 15 arası hündüşka məndən hər il alırlar. Onları itirmək istəmirəm. İndi deyirsiniz ki, burada 19 hündüşka var. Sən bunu damazlı saxlayarsan, bir 10 dənə də verəcəksən. Yəni itirmək istəmirəm də ən azından müştərilərim. İndi hər nədir olsun. Ola bilsin ki, bu illəri hətta kənardan damazlığa heyvan da almaq istəyirəm. Qan dəyişikliyi olsun. Ən azından erkeği bir tapım kənardan almaq istəyirəm. Mümkün olsa bir dənə də dişi kənardan almaq istəyirəm. Zaten çox dişi hündüşka saxlamağa da niyyətim yoxdur bu illəri. Desəz ki, niyə? Çünki dostlar, yəni 5 dənə saxladım bu illəri, gördünüz hündüşkam az oldu. Keçən illəri 3 dənə saxlamışdım. Bundan daha çox hündüşkam var idi. Yəni o çıxarmağı ilə asılıdır. Yəni az saxlayırsan, bir də görsən elə olur ki, hündüşkan 2 dəfə qırt yatır. Vallahi heç bir 100'e yaxın elə hündüşkan ola bilər. 3 dənə quşdan, 4 dənə quşdan da. Ona görə çox da saxlamağı fikirləşmirəm. Zaten əlimdə hal-hazırda 3 dənə ana quşum var. Belə demək lazımsa. Bir dənə də kənardan, bir dişi, bir erkək də kənardan almaq istəyirəm ki, qan dəyişikliyi olsun sürümdə. Beləcə elə 4 dişi, bir erkək və yaxud da ki, ola bilsin birində özümüzün ikincisini saxlayaram, 5 dişi, bir erkək yenə mənə qane eləyəcək, bəs eləyəcək yəni qısacası. Bunların da son vəziyyətləri budur. Ümid edirəm yaxşı görünürlər. Köklükləri qəşəngdir, qaydasındadır, yerindədir. Qırtıları yoxdur, gözaltı şişmələri hələ gəlməyib ki, mənim hündüşkalarımda bir neçə illərdə hər il bu gözaltının şişməsi zadı olur. Hələ ki bu illəri yoxdur. Deyirsiniz ki, gözaltının şişməsinə nə eləmək lazımdır? Mən də bilmirəm. Dostlar, o məndən də soruşmayın. Mən də bilmirəm onu. Hal-hazırdakı yem rasyonları nədir? Yem rasyonları artıq 2 nömrə yemdir. Hansı ki o spiska çöpü qalınlığında olan var ha, 2 nömrə yemdir. Düyü kimi olan deyirlər bəzən, nə bilim. Necə başa salım bilmirəm. Bütün yem markalarında başlanğıcdan sonraki 1 nömrə və ondan sonraki də 2 nömrə gedir. Yəni bunlara 2 nömrə verirəm. Hansı yem markasından da verirsinizsə verin. Bunun heç bir önəmi yoxdur. Yəni önəmi yoxdur dediyim, yəni sizin üçün hansı uyğun, hansı daha sərfəlidir və yaxud da ki, hansı daha güvənirsinizsə ondan verə bilərsiniz rahat. Bunlar da bir yerə dayanmadılar. Başım gicəlləndi də bunların dalına düşməkdən. Verə bilərsiniz. Başqa bunlar haqqında deyəcək bir şeyim yoxdur. Vəziyyətləri yaxşıdır. Desəz ki, Ayxan dərman verirsən, qarın ağrı falan vermirəm. Artıq o
bu müddətdən sonra mən hardasa bir hündüşkanın bir ayından sonra artıq baxıram ki, qarınlara ağrıyırsa, məsəl üçün görürəm sürüdə birinin qarnı ağrırsa, onun boğazına dərman atıram. Oksitetraskirin qarnı ağrı üçün yaxşıdır. Ultraseptordan da istifadə edirəm, amma oksitetraskirin daha yaxşıdır qarnı ağrı üçün. Verirəm, yoxsa görsən ki, məsələn, ikisinin üçün qarnı ağrıyır, bunda artıq suyuna qatıb verirəm ki, demək ki, nəsə başqa bir şey var ki, bir çoxunda ağrıyır, bir neçəsində ağrıyır, hətta belə demək lazımdırsa. Başqa da belə siz əgər başınız çıxmırsa qarnı ağrısına filan, belə daimi, nə bilim, bir 10 gündən bir, 15 gündən bir sularına qatıb verə bilərsiniz. Bunlar da aprelin deməli 24'ü filan çıxmışdılar. Mayın hələ 2 ayları tamam olmayıb da. Elə bil aprelin 24'ü 25'i çıxıblar. İçində bir 3 dənəsi də hələ ondan sonra çıxıb. Odur, biri odur, qara da hansıdır bilmirəm. Bir dənə də qara rəngində var. 3 dənəsi də bir bunlardan 8-9 gün sonra çıxıblar. Hələ 2 ayları tamam olmayıb. Hətta dünənlər birində gördüm, artıq qurd hissi olunur. Qurd var, biri bəzi hərəkətlər eləyirdi. Qurd var, onu hansısa video tuş gəlsə göstərərəm sizə, hansı nəyə cür o anda deyirəm. Bunlara da 2 ayları inşallah olsun. 2 aylarında qurd dərmanlarını da verəcəm. Mən hündüşkalara ildə bir 3 dəfə, 4 dəfə qurd dərmanı verirəm. İndi bu 2 aylar tamam olsun verəcəm. Sonra 3 aylarında bir də verəcəm. Sonra 4 aylarında bir də verəcəm. Sonra da kəsimindən hardasa 1 ay qabaq təkrar verib artıq kökəltmə yeminə keçirdəcəm ki, kəsimə qədər kökəlsinlər, satım. Bunların da son vəziyyətləri bu. Artıq bunlar haqqında da başqa bir şey mən sizə nə deyim. Sadəcə istəyənlər var idi, çəkdim, həm də göstərdim ki, həm hündüşkaları göstərim, həm də hazırki yem rasyonları haqqında məlumat verim dedim sizlərə. Gedək ora, orada ördəklərimiz də görünürdü. Onları da azca göstəreyim. Bir də bir şeyə toxunmaq istəyirəm dostlar, elə ördəklərin yanına gedənə kimi. Mənim kanalımda bəlkə də izləyicilərimdən kimsə mənə yaxşılıq olsun deyə, məsəl üçün 3 dənə, 4 dənə, 5 dənə hesabı var. Girib hamısından bəlkə də videolarıma like atır. YouTube videolarında belə bir şey, statistika var. Yəni məsələn deyirəm, 100 nəfər mənim videoma, yaxud ki 10 nəfər deyim, 10 nəfər mənim videoma girib girirsə, məsəl üçün 15'i sonuna qədər baxırsa, 5'i də nə bilim 1 dəqiqədən sonra çıxır, 3 dəqiqədən sonra çıxır, 5 dəqiqədən sonra çıxır. YouTube 10 nəfər məsəl üçün deyim də ortalama bir rəqəm çıxardır ki, məsələn, sizin videonuz ortalama məsələn 3 dəqiqə izləndi. O artıq mənim üçün problemdir. Məsələn, 10 dəqiqəlik videom 5 dəqiqənin üstündə olanda, yəni ortalama izlənmə dəqiqəsi 5 dəqiqənin üzərində olanda mənim kanalım müsbətdir. Videom keşfiyətə çıxır. Amma məsələn, siz bir hesabınızdan girirsiniz, sona qədər baxıb çıxırsınız. Girirsiniz o biri hesablarınızdan da məsəl üçün like atırsınız, yorum atırsınız, amma sona qədər baxmırsınız, çünki bir dəfə baxmısınız da artıq. Elə biraz baxıb çıxırsınız, bir dəqiqə baxırsınız, 30 saniyə baxırsınız, yoxdur ki, like-ozu, yorumunuzu atıb çıxırsınız. Bu mənim kanalım üçün çox böyük mənfi cəhətdir. Ona görə etməyin. Kanalımda da bir izləyici var, bunu artıq özümün şahidiyəm ki, bu adamın 3-4 hesabı var. Bir hesabı ilə girir, sona qədər baxır, demirəm baxmır. Bir hesabı ilə bilirəm ki, sona qədər baxır, çünki yorumlar da eləyir də haqqında. Bir hesabı ilə girib sonuna qədər baxır, daha sonra görürəm ki, digər hesablarından nə bilim biri ilə yorum yazdı, sırazı dalbadan. Məsələn 2 hesabı ilə 1 dəqiqə biri ilə yazdı, sonra keçir 30 saniyə sonra, 40 saniyə sonra 1 dəqiqə tam olmamış o bir hesabı ilə də yazır. Özdə eyni bənzər yorumu yazır. Bütün 10 dənə, 15 dənə videom var. Hamısının altında eyni bənzər yorumları yazıblar və 1 dəqiqə ara ilə yazılır. Bu bəllidir ki, artıq bir nəfərdir. Hətta onun 3-4 hesabı var. Çünki yorumu yazır, üstündən 5 dəqiqə keçir. Mən gidirəm ki, ona ürək atım, yoruma cavab verim. Görürəm artıq 4-5 like var və hər dəfədə bu eyni şəkildə davam edir. Bundan bilirəm ki, o insan artıq bir 4-5 hesabı ilə girir də mənim videoma. Bu da mənim statistikalarımı aşağı salan ən önəmli cəhətlərdən biridir. Əgər aranızda düşünürsünüz ki, mənə dəstək olmaq üçün, yaxud ki, başqa hansı məqsədlə girib mən videolarıma like, yorum atırsınızsa, biri ilə sona qədər baxıb, digərlərinə baxmayıb elə-belə üstündən keçirsə, çox xahiş edirəm, eləməyin. Bu mənim statistikamı aşağı salır. Əgər siz mənim xətrimi istəyirsinizsə, elə bir hesabınızla girin, o videomu sona qədər baxın, like atın, yorum atın, o mənim üçün elə dəstəkdir, bəsdir yəni o mənə. 4 hesabla, 5 hesabla girib ora 1 dəqiqə baxıb çıxmağın mənə heç bir xeyri yoxdur, hətta ziyanı var. Bunu da sizlərə bildirmək, demək istədim. İyi gəldim, orada bir-iki ördəyimiz vardı, onları göstərdim. Elə hündüş qazlarımız da buradadır. Bunları da qoyayım bağa. Çox sağ olun, izlədiyiniz üçün, dəstək olduğunuz üçün hər kəsə minnətdaram. Var olun, Allah razı olsun. Bir öncəki videomuzda yenə istədiyim
nəticəni göstərmədi, amma digərlərə nisbətən yenə yaxşı nəticəmiz göstərdi, yəni izləndi. Belə dostlar, qazlarımız da buradadır. Ümid edirəm sevmisiniz videomu. Sağ olun, salamat qalın. İzlədiyiniz üçün, dəstək olduğunuz üçün hər birinizə təkrar təşəkkür edirəm, minnətdaram.